Məncə gözləntilərimiz hamımızın çox böyükdür. Çünki həqiqətən çox böyük, önəmli beynəlxalq tədbiri bir neçə dəqiqədən sonra başlayacaq. Yaxşı, bugüne kadar olan yaxşı xəbərlər sırasında qeydiyyatdan keçən insanların sayı əhəmiyyətli dərəcədə əvvəlki tədbirlərə nisbətən daha böyük sayda. Günənə bildiyim qədər 50 mindir, hətta artıq 50 min qeydiyyatdan insan keçir. Bu çox böyük göstəricidir. Forum çərçivəsində çoxlu yeni formatlı, yeni tədbirlər olacaq. Belə liderlər segmenti özü ayrılıqda ilk dəfə Azərbaycan təşəbbüsü ilə keçirilən çox önemli bir məsələdir. Bu dünyanın dövlət başçılarının şəhər salma məsələlərinə gündəliyə verdiği önemli göstericisidir. Biz Bakı Urban Award yeni bir premiyanın mükafatı başlayacağıq bu ildən itibaren ve ondan sonra Bakı adıyla bağlı her Dünya Şəhər Salma Forumunda bu mükafatın təqdim etmə mərasimi olacaq. Bu dəfə ilk dəfə nazirlərin iclası çok farklı bir formatta geçirilecek. Bir gün ayrılıp bunun için. Bir sıra başka yenilikler de var. Ona göre gözlentilerimiz büyüktür. Bakı'nın esas mesajı nedir bugün dünyaya? Bakın. Bakı bugün tüm qonaqları ve en aktual mövzu ətrafında müzakirəli aparmaq üçün bura gelmiş insanları qarşılayır ve məhsuldar iş üçün şərait təmin edir, platforma təmin edir. Məncə əsas məsələ budur. Amma eyni zamanda Bakı ilə Azərbaycanda görülən işlərlə də bura gələn qonaqlar tanış olacaq.